Məlaki Peyğəmbərin kitabı. Fəsil 1. Bu ixtar Rəbbin məlaki vasitəsilə İsrailə dediyi sözüdür. Rəbb deyir: sizi sevdim. Lakin siz deyib soruşursunuz, bizi necə sevdin? Rəbb də cavab verir: İsu Yaqubun qardaşı məgər deyildi. Amma mən Yaqubu sevdim. İsudan nifrət etdim. Onun dağlarını viran etdim. Mirasını çöl çaqqallarına verdim. Edomlular deyirlər: biz əzildik, amma xarabalıqları təzədən bərpa edəcəyik. Ancaq qoşunlar Rəbbi belə deyir: qoy onlar qursun, amma mən yıxacağam. Onların ölkəsi pislik bölgəsi çağırılacaq. Özləri də həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaqlar. Siz bunu gözlərinizlə görəndə deyəcəksiniz: Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir. Qoşunlar Rəbbi deyir: ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər mən atayam, hanı mənə hörmətiniz? Əgər ağayam, hanı məndən qorxunuz? Lakin siz adına necə hörmət etmədik deyib soruşursunuz. Qurbancahımın üstündə nəcis yemək təqdim edirsiniz. Hələ səni necə nəcis etdik deyib soruşursunuz. Rəbbin süfrəsinə hörmət etmək lazım deyil deməklə belə edirsiniz. Kör heyvanı qurban adında gətirmək məgər pis iş deyil. Topal və ya naxoş heyvan qurban etmək məgər pis iş deyil. Belə bir heyvanı öz valinə təqdim et, gör səndən məgər razı qalır və ya səni məgər qəbul edir. Qoşunlar Rəbbi buyurur: İndi bizə lütf etməsi üçün Tanrıya yalvarın. Siz belə qurbanlar gətirərkən, o məgər sizi qəbul edər. Qoşunlar Rəbbi deyir: kaş ki aranızdan bir nəfər məbədin qapılarını bağlayaydı ki, qurbancahımda boş-boşuna od yandırmayasınız. Mən sizdən razı deyiləm. Gətirəcəyiniz təqdimləri də qəbul etməyəcəyəm. Qoşunlar Rəbbi buyurur: günəşin çıxdığı yerdən batdığı yerə qədər mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, təmiz təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq. Qoşunlar Rəbbi buyurur: siz Pərverdigarın süfrəsi nəcisdir, çörəyinə də hörmət etmək lazım deyil deyərək, adımın müqəddəsliyini pozursunuz. Üstəlik, bu nə zəhmətdir deyib, mənə burun sallayırsınız. Qoşunlar Rəbbi buyurur: siz qurban olaraq oğurluq, çolaq, naxoş heyvan gətirirsiniz. Mən onu sizdən məgər qəbul edərəm. Rəbb deyib soruşur: lənət olsun o fırıldaqçıya ki, sürüsündən nəzr etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edir. Çünki mən böyük bir padşaham və adım millətlər arasında heybətlidir. Qoşunlar Rəbbi buyurur. Fəsil 2.
İndi ey kahinlər, bu əmr sizin üçündür. Qoşunlar Rəbbi deyir, əgər sözə qulaq asmayasınız, adıma izzət verməyi ürəkdən istəməyəsiniz, üstünüzə lənət yağdırıb, xeyir dualarınızı lənətə çevirəcəyəm. Bəli, mən onları lənətləmişəm. Çünki məni izzətləndirməyi ürəkdən istəmirsiniz. Mən sizin nəslinizi məhv edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə çırpacağım. Siz onunla birlikdə çölə atılacaqsınız. O vaxt biləcəksiniz ki, mən bu əmri Lavi ilə bağladığım əhdimin yaşaması üçün sizə göndərmişəm. Qoşunlar Rəbbi deyir. Onunla bağladığım əhd həyat və sülh əhdidir və mən ona verdim. Bu hörmət tələb etdi və o mənə hörmət göstərdi. Mənim adımın heybəti onu bürüdü. Onun ağzında həqiqi təlim var idi və dilində hilə tapılmadı. O, sülh və sədaqət içində mənimlə birlikdə qədəm atırdı. Çoxunu da xata yolundan qaytarmışdı. Kahinin ağzı biliyi qorumalı. İnsanlar onun dilində təlim axtarmalıdır. Çünki o, qoşunlar Rəbbinin söz aparanıdır. Ancaq siz yoldan azdınız və təliminizlə çox adamı günaha çəkdiniz. Lavi ilə bağladığı məhdi pozdunuz, qoşunlar Rəbbi deyir. Siz mənim yollarımla getmədiniz. Şəriətə bağlı olan məsələlərdə tərəfdarlıq etdiniz. Buna görə də mən bütün xalqın qabağında sizi alçaldıb, xəcalətli hala saldım. Hamımızın atası məgər bir deyil. Bizi həmən tarı məgər yaratmadı. Əgər elədir, nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik? Yahuda xalqı xəyanət etdi. İsraildə və Orşəlimdə iyrənc işlər edildi. Yahudalılar yad Allahların yanına gedən qızlarla evlənib, Rəbbin sevdiyi müqəddəs məkanı nəcis etdilər. Bunu edən adam hətta keşik çəksə də, cavabdeh olsa da, qoşunlar Rəbbinə qurban gətirsə də, qoy Rəbb onu Yəqubun cəmaatından qovsun. Siz başqa bir şey də edirsiniz. Ağlayıb sızlamaqla Rəbbin qurbancahını göz yaşları ilə doldurursunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul etmir. Siz nə üçün deyib soruşursunuz? Çünki Rəbb səninlə cavanlığında evləndiyin arvadın arasında şahiddir. O arvad sənin şərikin olduğu halda, nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət edibsən. Tarı məgər onları bir olaraq yaratmadı. Həm bədən, həm də ruh onundur. Bəs nə üçün bir? Çünki o, özü üçün ilahi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvada xəyanət etməsin. İsrailin tarısı Rəbb belə deyir. Mən boşanmadan, qəddarlığa bürünən adamdan da nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin, qoşunlar Rəbbi deyir.
Dediklərinizlə Rəbbi yordunuz. Onu nə ilə yorduq deyib soruşursunuz. Pislicədən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır və ya haradadır ədalətin tarısı deyərək onu yordunuz. Fəsil 3. Bax, mən öz elçimi göndərirəm. O hüzurumda yol hazırlayacaq. Axtardığınız pərverdigar qəflətən öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz əhd elçisi gələcək, qoşunlar Rəbbi buyurur. Lakin onun gələcəyi günə kim tab gətirə bilər? Zuhur edəndə kim davam gətirə bilər? Çünki o, əridicinin odu, yuyunçunun sabunu kimi olacaq. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək. Lavililəri saflaşdırıb, qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Elə ki, salihliklə Rəbbə qurbanlar gətirsinlər. O vaxt Yahudanın və Orşəlimin qurbanları əvvəlki vaxtlar kimi, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ofsunçuların, zinakarların, yalandan and içənlərin və o adamların ziddinə ki, muzdurun, dularvadın, yetimin və qəribin haqqını tapdalayırlar, yəni məndən qorxmayanların ziddinə tezliklə şəhadət verəcəyəm, qoşunlar Rəbbi belə deyir. Mən Rəbbəm və heç vaxt dəyişmərəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları. Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, mən də sizə tərəf dönərəm. Qoşunlar Rəbbi buyurur. Siz necə dönək deyib soruşursunuz? İnsan da məgər tarıdan oğurlayar. Siz amma məndən oğurlayırsınız. Səndən nəyi oğurlayırıq deyib soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. Siz, bütün millətiniz lənət altındasınız. Çünki məndən oğurlayırsınız. Bütün onda birlərinizi ambara gətirin ki, məbədimdə ərzaq olsun. Qoşunlar Rəbbi deyir. Siz bununla məni imtihan edin. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üstünüzə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. Çəyçələri, əkinlərinizi yeməyə qoymayacağam. Zəmidə meynəyiz məhsulsuz qalmayacaq. Qoşunlar Rəbbi deyir. Bütün millətlər sizi bəxtəvər sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaqdır. Qoşunlar Rəbbi buyurur. Mənim ziddimə yava sözlər dediniz, Rəbb buyurur. Lakin siz, sənin ziddinə nə dedik deyib soruşursunuz. Siz dediniz, Tanrıya xidmət etmək faydasızdır. Qoşunlar Rəbbin əmrini yerinə yetirməklə, onun hüzurunda yas içində gəzməklə bizə nə xeyr oldu? Amma indi biz məğrurları bəxtəvər saydıq. Pislik edənlər işlərində uğur qazanırlar, Tanrını imtihana çəkirlər də, lakin cəzadan qaçırlar. O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdılar. Rəbb bu sözlərə qulaq asıb eşitdi. Rəbdən qorxub adına hörmət edənlər üçün onun qabağında bir yaddaş kitabı yazıldı. Qoşunlar Rəbbi deyir,
öz məxsus xalqımı ortaya çıxartdığım gün, onlar mənim olacaqlar. Bir ata özünə xidmət edən oğluna necə rəhm edir, mən də onlara elə rəhm edəcəyəm. O zaman siz salihlə pis adam arasındakı fərqi, tarya qulluq edənlə etməyənin arasındakı fərqi cinə görəcəksiniz. Fəsil 4. Qoşunlar Rəbbi deyir, bax, kürə kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaqlar. Gələn o gün onları yandıracaq. Onlara nə kök, nə də budaq qalacaq. Ancaq adıma hörmət edən sizlər üçün qanadlarında şəfa olan salihlik günəşi doğacaq. Və siz tövlədən buraxılan danalar kimi oynayacaqsınız. Pis adamları tapdalayacaqsınız. Bu işləri etdiyim gün onlar sizin dabanınız altında kül olacaqlar. Qoşunlar Rəbbi buyurur. Qulum Musanın qanununu, Xorebdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və hökmləri yadda saxlayın. Bax, Rəbbim böyük və dəhşətli günü gəlmədən İlya peyğəmbəri sizin yanınıza göndərəcəyəm. O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini də atalarına tərəf döndərəcək ki, məbada mən gəlib ölkəni lənətlə vurum.